Değerli dostlar, selamlar. Bugün yeni bir video ve yeni bir mevzuyla karşınızdayız. Kısa bir video olacak her zaman olduğu gibi. Bilirsiniz son günlerde bir mektup söz konusudur. Bu önemli bir haberdir, önemli bir meseledir. İran İslam Cumhuriyeti Məclisi, parlamentosu, milletvəkilləri, 227 milletvəkili bir məktub qələmə alıb və bu məktubu imzalayaraq məclisdə İran Yargı Başkanına Rəis-i Qüvvə-i Qəzaiyyəyə göndərirlər və bu məktubda yaklaşık 15 bin nəfər bir rəqəm söz konusudur. 14 bin deyən var. Bəzi mənbələr və qaynaqlara görə 15 bin deyən də var. Tutuklananlar söz konusudur. Burada bu məktubda İran Yargı Başkanından bunları bu tutulanların necə deyirlər, əşədd-i mücazat, yəni ən çox necə deyirlər, cəza ilə, ən ağır cəza ilə cəzalandırılmalarını istəyiblər. Bildiyiniz üzrə 2 aya yaxındır ki, bu protestolar devam edir. Çeşitli şəhərlərdə, böyüklü, kiçikli üniversitelərdə və indiyə qədər bəzi qaynaqlara görə 300, bəzi qaynaqlara görə 400-ün üzərində bir ölən sayısı var. Bu sayı bir çoxu əlbəttə ki, xiyabanlarda doğrudan silahla, savaşda kullanılan, savaşda istifadə olunan silahlarla vurulmuş və öldürülmüşlər və bəziləri də necə ki, çeşitli listelər də söz konusudur, tutuklanıb və işgəncə altında öldürülür. Bunun yanı sıra 14 bin veya 15 bin çeşitli qaynaqlar, əlbəttə ki, tam sayı bəlli deyil. Bunun üzərində olması çox-çox möhtəməldir. Yəni %99 bu sayıların çox-çox üzərindədir. Bir tutuklama sayısı var. Yəni 14-15 bin nəfər tutuldular. İran istihbarat və əmniyyət ittilaat gücləri tərəfindən. Necə ki bilirsiniz, İranın içində və eşiyində bir çox səslər, məqamlar İranın içində biraz daha az, amma eşikdə həm çeşitli devletlər tərəfindən, həm də insan hakları konusunda çalışan kurum və quruluşlar, sivil toplum örgütləri çeşitli bəyaniyələr və bildirilər yazıblar və İrana hoşlar veriblər, uyarıblar ki, bir bu tutuklananlarla ilgili en azından bu insanların səsləri duyulsun və bu tutuklananlar en tez zamanda bırakılsınlar. Ancaq bir tərəfdən də İranın içində əlbəttə son dönemlerde hem İbrahim Reisi, Cumhurbaşkanı və İranın dini lideri Xamenei tərəfindən bu protestocular sürekli İsrail və Amerikanın amirləri və məmurlar olaraq, çok özür istəyirəm, məmurlar olaraq qələmə verildi və söyləndi. Yəni bir hədəf göstərmə məsələsi zaten oluşmuşdu. Ancaq burada en çok diqqətimizi çəkən və daha təhlükəli mövzu və konu budur ki, indiyə qədər İran İslam Cumhuriyetinin məclisi olan Şura Məclisi, Məclis-i Şura İslami, İslami Şura Məclisi olan, yəni İranın çeşitli bölgelerinden oradan milletvekillerinin buluşma yeri ve İran milletini orada temsil eden insanların
bəlkə belə bir ümid vardı ki, tutumları biraz fərqli olsun, biraz yumuşaq, daha bir necə deyirlər, barışdırıcı bir rol oynansın. Ancaq bunun tam da tərsi oldu və necə deyirlər, məclisin səhnə ələnisində bir məktub hazırlanmağa başlandı və imza toplandı. 227 imza toplandı və bu tutuklananların, bu protestolara qatılanların ən şiddətli bir biçimdə İran yargısı tərəfindən, yəni Qüvvə-i Qəzaiyə tərəfindən cəzalandırılması istəndi. Burada bunu diqqətə almaq lazımdır ki, əlbəttə ki, İran İslam Cumhuriyyəti əgər son zamanlarda, daha öncədən zaten bizim gözümüzdə heç bir zaman, heç bir şəkildə məşruiyyəti yoxdur. Ancaq əgər zərrə qədər iynə ucu qədər bir məşruiyyəti də olsaydı, son protestolarda bu məşruiyyət tamamən itirilmiş vəziyyətdəydi. Yəni, İran İslam Cumhuriyyəti bu rejimin artıq heç bir məşruiyyəti söz konusu belə deyil. Amma əsas məsələ budur ki, İran parlamentosu insanların, yəni çeşitli millətin çeşitli qatmanlarının, layihələrinin, qruplarının və siniflərinin seçilmişlər olaraq orada ən azından millətin haqqını savunmaq və insanlar haqqında, millət haqqında, bu protestocular haqqında biraz daha necə deyirlər, eşidən qulaq olaraq bir konumda olmaları lazımdır. Ən azından milləti eşitmək lazımdır. Bunlar nə deyirlər? Məclisdə bunu dilə gətirmələri lazımdır. Ancaq tam tərsini elədilər bunlar. Və bu məclisdə əgər zərrə qədər, iynə ucu qədər məşruiyyət olmuş olsaydı, bu ləhzədən sonra, bu saatdan sonra o məclisində heç bir məşruiyyəti yoxdur. Və millət məclisi deyil orası. Yəni, millətin nümayəndələrinin olduğu bir məclis deyil. Bu millətin məclisi belə olmaz. Orada o sözdə nümayəndələr, sözdə vəkillər millətin seçmənlərinin haqqını deyil, bəlkə öz haqlarını, yəni öz çıxarlarını, çox üzr istəyirəm, öz çıxarlarını, öz mənfəətlərini, öz ailələrinin haqsız mənfəətlərini düşünməkdələr və düşündükləri təkcə şey nizamın nə olursa olsun, nə bahasına olursa olsun, 80 milyonun qanı bahasına da olmuş olsa, yerində qalması və yaşaması. Necə ki, son dönemlərdə bir video da gördünüz, bunu Xumeyni də ilk başta söyləmişdi. İran İslam rejiminin ayaqda qalması ən önəmli məsələdir. Hətta əgər İmam-ı Zaman ölsə belə, İmam-ı Zamanın, onların İmam-ı Zamanları, öz imamlarından bəhs edir. İmam-ı Zamanın qanından belə önəmlidir. Belə bir şey mütləqən eşitmişsiniz. Yəni, bunların baxış açısı belədir. Yəni, öz imamlarının, mötəqid olduqları imamlarının qanından belə, necə deyirlər, dəyərli gördükləri bir rejim və nizamın qorumaq üçün bunlar nələr eləməzlər. Yəni, millət ki, səhlidir. Bunu bir göz qırpımdır. Zaten millət onlar üçün heç bir şey ifadə etmir. Yenə də təkrar edirəm, bu saatdan sonra o məclisin heç bir qiymət hərbiyyəsi, heç bir dəyəri, zərrə qədər dəyəri yoxdur, heç bir məşruiyyət yoxdur. Nizamın genəli kimin, hamısı kimin. Yəni, nizam bütün olaraq məşruiyyətin əldən veribdir. Bu nizamın içində, eşiyində hər türlü o nizama bağlı olan hamısı yargılanmalıdır bundan sonra.
demokratik bir şekilde yargılanacaklar hamısı, muhakeme olunacaklar. Ve bu nümayəndələr də muhakeme olunacaklar. Çünkü milletin nümayəndəsi olarak oraya getmişlerdi. Ancak milleti değil, öz mənfəətlərini, öz çıxarlarını savundular. Bugünlük bu kadar değerli dostlar. Artıq məsələ çox fərqli boyutlara ulaşıb. Yani bu məktubdan sonra da İran İslam Cumhuriyeti'nin, İran rejiminin tutumu sanıram ki fərqli olacaqdır. Daha bir qəddar, daha bir necə deyirlər, vəhşi bir şəkildə protestozlarla bərxud edəcəklər, davranacaqlar və bizlərin vəzifəsidir. Yazılarımızla, videolarımızla, görüşmələrimizlə bütün dünyada bir kamuoyu, bir əfkar umumi yaratmalıyıq və eləyə bildiyimiz qədər lütfən yazın, sizin və gereken yerlere ulaştırın. İnsan hakları kuruluşlarına, çeşitli siyasi məqamlara, politik məqamlara ki bir umumi bir baskı oluşsun, fişar oluşsun ki en azından bu tutuklanan gençler, cavanlar ağır cezalara məhkum olmasınlar və bilirsiniz bir çoxu edam hükmüyle karşı-karşıyadırlar. Umuram ki belə bir şey olmasın, ancaq o biraz da bizden bağlıdır, bizden asılıdır. Çox sağ olun ki bizi dinlədiniz və eşitdiniz və gördünüz. Özünüzə yaxşı baxın, sizə hər zaman gözəl günlər və gözəl gecələr arzulayıram. Sağ qalın və sağ